Akıl Bokdadı kanalında sizə xoş gəldik. Bağışlayan və mehriban Allahın adı ilə. Salam mənim əzizlərim, igid oğullarım, gül qızlarım. Yaxın əyləşin. Bugün Kövsər bacınız sizə nağıl boğçasından gözəl bir nağıl seçib. Bu gecənin hekayəsi Ayanın tapşırığı. Payız axşamı idi. Çöldə yarpaqlar yavaş-yavaş yerə süzülür, külək pəncərəyə toxunub sanki nəsə pıçıldayırdı. Ayan masanın arxasında oturmuşdu. Qarşısında açıq dəftər, əlində sevimli qələmi vardı. Ürəyinin döyüntüsünü az qala eşidirdi. Bu yazı səhvsiz və gözəl olmalıdır, deyə düşündü. Axı müəlliməsi onun səliqəli yazılarını çox bəyənirdi. Bir anlıq başını qaldırıb pəncərədən baxdı. Günəşin batışı o qədər gözəl idi ki, Ayanın ürəyindəki həyəcan biraz səngidi. Dərin nəfəs aldı və gülümsədi. Bu tapşırığın öhdəsindən gələcəyəm. Bu dünyanın ən gözəl yazısı olacaq. Elə bu anda mətbəxdən anasının mehriban səsi eşidildi. Afərin qızım, çay qoyuram. Yazını bitirəndə bir yerdə içərik. Ayan sevincək qələmini kağıza toxundurdu. Sözlər səliqə ilə düzülürdü. Ta ki bir hərf səhv yazılana qədər. Ayanın gözləri böyüdü. Əli ilə səhifəni tutdu. Pıçıltı ilə dedi. Vay, səhv elədim. İndi nə edəcəyəm? Gözlərinin kənarında balaca bir yaş parladı. Saatın tıqqıltısı otaqda daha ucadan eşidilirdi. Bu zaman anası gəlib onun yanında oturdu. Əlini Ayanın çiyninə qoyub mehribanlıqla soruşdu. Nə olub qızım? Ayan başını aşağı salıb dedi. Səhv yazdım. Dəftərim çirkin oldu. Ana gülümsədi. O gülüş Ayanın ürəyini isidən günəş kimi idi. Canım qızım, bilirsənmi, səhv etmək qorxulu deyil. Qorxulu olan səhvi düzəltməmək və ondan dərs almamaqdır. Sonra davam etdi. Yadındadır, velosiped sürməyi öyrənəndə neçə dəfə yıxılmışdın? Dizlərin ağrıyırdı, amma yenə qalxırdın və sonda bacardın. Ayan asta səslə dedi. Amma mən istəyirəm dəftərim çox təmiz olsun. Müəlliməm məni çox istəsin. Mənim ağıllı qızım, müəllimlər səhv etməyənləri yox, öyrənməkdən qorxmayanları sevirlər. Çünki səhv etməyən, öyrənməyən deməkdir. Biraz düşündükdən sonra gülümsəyərək əlavə etdi. Məsələn, mən ilk dəfə şorba bişirəndə duzu həddindən artıq tökmüşdüm. Hamı gülmüşdü. Amma o səhv olmasaydı, bugün dadlı yeməklər bişirə bilməzdim. Ayanın gözləri işıldadı. Yəni mən də indi öyrənirəm? Bəli, qızım, hər səhv səni bir pillə yuxarı aparır. Ayan dərin nəfəs aldı. Pozanı götürdü və səhvini sildi. Qələmini yenidən əlinə alıb sevinclə dedi. Oldu ana, indi daha gözəl yazacağam. Ana onu qucaqladı. Afərin mənim cəsur qızıma. O gecə Ayan yuxuya gedəndə üzündə balaca bir təbəssüm vardı. Masada isə açıq qalan dəftərin səhifəsində bu cümlə yazılmışdı. Bugün səhv etdim, amma daha güclü oldum. Əziz balalar, bu nağılımızı da bəyəndinizsə, o zaman şəkil çəkib bizə göndərməyi unutmayın.